Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 2 ünvanında yerləşən Yevrohom tikinti materiallarının satışı bazarının fəaliyyəti dayandırılıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən sözügedən satış bazarında yoxlama keçirilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Belə ki, elektrik təsərrüfatı, elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinə uyğun quraşdırılmayıb. O cümlədən, yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib. Obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə tam təmin edilməyib, mövcud qurğu isə nasaz vəziyyətdədir. Obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib. Bəzi divar və tavan hissələri yanar material olan lambirlə üzlənilib. Taxta konstruksiyalara isə oda davamlı məhlul hopdurulmayıb. Obyektin ərazisi yanar tullantılardan təmizlənməyib. İnsanların təxliyəsi üçün çıxış sözü yazılmış, işıqlı göstəricilər quraşdırılmayıb. Obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanında yerləşən Yevrohom tikinti materiallarının satışı bazarının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.